Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanıb. Qobalyev Azapaya istinadla məlumat verir ki, nümayəndə heyətinin tərkibinə daxil olan deputat Azər Badamov Moskvada hava limanında tutulub və ona Həştərxan reisinə minməyə icazə verilməyib. Badamova ölkəyə girişimə qadağı qoyulduğu bildirilib. Bu addıma hər hansı izahat verilməsə də, onun fəaliyyətinə görə Rusiyaya girişinə qadağı qoyulduğu ehtimal olunur. Hazırda Azər Badamov təyyarədədir və geri qayıdır. Tuhaf güman ki, Rusiya tərəfi Azərbaycan xalqını və dövlətini təhqir edən açıqlama ilə çıxış etmiş Valıyeva media müstəvisində verdiyi açıqlamalara görə deputat Azər Badamovun qara siyahıya salıb. Son dövrlərdə Rusiyada diskriminasiya və rasizmə əsaslanan düşüncələrlə qərarların qəbul edilməsi tendensiyası güclənir. Bu xüsusda MNB ölkələrinin vətəndaşlarına münasibətdə atılan addımlar, Azərbaycana qarşı törədilmiş kiber hücumlar və sair digər hallar qeyd edilə bilər.